Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və sevimli məktəblilər. Gələcəyin İşığı FM radiosunun efirindən hər birinizi salamlayıram. Bugünkü verilişimizdə Azərbaycan hərbi tarixinin şərəfli səhifələrindən birinə, Aprel döyüşlərinə və həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycanın milli qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurovun həyat və döyüş yoluna nəzər salacağıq. Mən məktəbimizin 9A sinif şagirdi Əlizadə Burla xatun. Bugün sizinlə birlikdə vətənə sədaqətin, hərbi peşəkarlığın və ali mənəvi dəyərlərin təcəssümü olan bir qəhrəmanın taleyindən bəhs edəcəyəm. 2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr tariximizə aprel döyüşləri kimi daxil oldu. Bu döyüşlər Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətini, strateji hazırlığını və milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində bir sıra mühüm yüksəkliklər nəzərə götürüldü. Düşmənə ciddi zərbə endirildi və ordumuzun peşəkarlığı bir daha təsdiq olundu. Hərbi ekspertlər bu əməliyyatları sonrakı illərdə qazanılan böyük zəfərin mühüm mərhələsi kimi qiymətləndirirlər. Bəs həmin günlərdə Pəncəli Teymurov xüsusi təyinatlı kəşfiyyatçı kimi ən riskli istiqamətlərdə tapşırıqlar yerinə yetirirdi. Kəşfiyyat fəaliyyəti yüksək analitik düşüncə, operativ qərar vermə bacarığı, fiziki dözümlülük və psixoloji möhkəmlik tələb edir. O, bu keyfiyyətlərin hər birinə malik idi. Döyüş yoldaşlığının xatirələrinə əsasən Pəncəli Teymurov intizamlı, məsuliyyətli və prinsipal zabit kimi seçilirdi. O, hərbi nizam intizamı formal qayda kimi deyil, dövlət qarşısında müqəddəs borc kimi qəbul edirdi. Əməliyyat zamanı ağır atəş altında belə geri çəkilmədi. Tapşırığın icrasını hər şeydən üstün tutdu. Onun liderliyi səs-küylü şüarlarla deyil, sakit və qətiyyətli davranışda özünü göstərirdi. Pəncəli Teymurov Azərbaycan döyüşlərində qəhrəmancasına şəhid oldu. O, toy günündə özünə şəhidlik arzulamışdı. Bu emosional ifadə deyil, onun dünya görüşünün və vətənə bağlılığının göstəricisi idi. Şəhidlik anlayışı milli mənəvi dəyərlər sistemimizdə ali zirvə hesab olunur və bu zirvəyə yalnız şuurlu seçim, fədakarlıq və prinsipal mövqe ilə yüksək mümkündür. Göstərdiyi igidliyə görə ona Azərbaycanın milli qəhrəmanı adı verildi. Bu ad yalnız fərdi şücaətin deyil, dövlətin suverenliyi və ərazi bütövlüyü uğrunda göstərilən müstəsna xidmətin rəmzidir. Əziz məktəblilər, qəhrəmanlıq anlayışı yalnız döyüş meydanı ilə məhdudlaşdırmaq düzgün olmaz. Qəhrəmanlıq məsuliyyətindən yayınmamaq, çətinlik qarşısında prinsipal mövqe nümayiş etdirmək və milli maraqları şəxsi mənafədən üstün tutmaqdır. Bizim üçün bu, dərsə ciddi yanaşmaq, bilik və bacarıqlarımızı inkişaf etdirmək, intizamlı və vətənpərvər vətəndaş kimi formalaşmaq deməkdir. Son illərdə Azərbaycan ordusunun güclənməsi, müdafiə sənayesinin inkişafı və müasir texnologiyaların tətbiqi dövlətimizin hərbi potensialını artdırmışdır. Lakin bütün bunların əsasında insan amili dayanır. Pəncəli Teymurov kimi hərbiçilər bu gücün mənəvi dayağıdır. Aprel döyüşləri göstərirdi ki, milli birlik və ordu-xalq həmrəyliyi ən böyük qüvvədir. Bu həmrəylik dövlətçiliyimizin əsas sütunlarından biridir. Tarixi öyrənmək və qəhrəmanlarımızı tanımaq isə gələcək nəsillərin məsuliyyət hissini gücləndirir. Biz bugün təhlükəsiz şəraitdə təhsil alırıqsa, bu məhz bel və igidlərin sayəsindədir. Onların xatirəsi qarşısında ən böyük borcumuz savadlı, vicdanlı və vətənə faydalı vətəndaş olmaqdır. Pəncəli Teymurovun adı tariximizdə əbədi yaşayacaq, lakin onun idealları, sədaqət, dürüstlük, qətiyyət və milli həmrəylik bizim gündəlik həyatımızda yaşamalıdır. Güclü dövlət üçün güclü vətəndaş formalaşdırmaq əsas şərtdir. Mən Əlizadə Burla xatun. Bugünkü verilişimizi yekunlaşdırarkən hər birinizi düşünməyə dəvət edirəm. Biz qəhrəmanlarımızın bizə miras qoyduğu dəyərlər nə dərəcədə sadiqik? Qoy Pəncəli Teymurovun şücaəti bizə möhkəmlik, onun iradəsi bizə istiqamət versin. Diqqətinizə görə təşəkkür edirəm. Gələcəyin İşığı FM radiosunun növbəti buraxılışlarında görüşənədək hər birinizə uğurlar arzulayıram. Sağ olun.